Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Muhammedin ve alihi tahirin. Əziz möminlər, bəla gələndə ilk sualımız budur. Niyə? Allah-u Mutal Quran-ı Kərimdə Əhl-i Beyt bizə öyrədib ki, bu sualın cavabı qəzəblə yox, hikmətlədir. Əhəsibən nəsu ən yutraku ən yəqulu əmənnə və hum la yuftənun. İnsanlar elə zənn edirlər ki, iman gətirdik deməklə imtahan olunmayacaqlar. Deməli, iman imtahansız olmur. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur ki, İnnə əşəddən nəsi bələən əl-ənbiyə, thumməl-əmthəlu fəl-əmthəl. Ən ağır bəlalar peyğəmbərlərə, sonra onları oxuyanlara gələr. Əgər bəla cəza olsaydı, ən pak insanlar ən az bəla görərdi. Molla Sədr Əsfər əsərində deyir, İnnəl bəlaə leysə şərrən fi zətihi, bəl huvə kəmalun izə vəqaə fi mövdi'ihi. Bəla zətən şər deyil. Əgər öz yerində olarsa, kamillikdir. Molla Sədr burada deyir ki, şər dediyimiz şey varlıq baxımından yoxdur. Amma bəla varlıqda hərəkət yaradır. Buna görə kamala xidmət edir. وَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ. Ola bilər ki, bir şey yoxlamayasınız, halbuki o sizin üçün xeyirdir. Əsə ehtimal bildirir, amma Allah tərəfdən gələndə hikmət qapısı açır. Təkrihu hissi nifrət xayrun lakum. Antoloji xeyir. Son nəticə. Ayə Molla Sədranın dediyini Qurani dili ilə təsdiq edir. İmam Cəfər Sadiq əleyhissalam belə buyurur ki, İnnallaha izə əhəbbə abdən ədəmə bitiləəhu. Allah bir bəndəni sevdikdə onun imtihanını davamlı edir. Ədəmə davam etdirmək, kəsməmək. İbtiləəhu imtihanı. Burada tək hadisə yox, proses. Buradan aydın olur ki, bəla təsadüfi deyil, təkamül prosesidir. Ayətullah Cavadamili deyir, Əl-bələ lüğətullah ma'ibadih, fəmən fəhiməhə irtəqa və mən cəhələhə i'tarad. Bəla Allahın bəndələri ilə tanışlıq dilidir. Onu anlayan yüksələr, anlamayan etiraz edər. İrtəqa mərhələ-mərhələ yüksəlmək. Yəni, dua edən insan bəlanı şikayət mövzusu yox, anlama mövzusu etməlidir. Ayətullah Məkarim Şirazi təfsir nümunədə belə yazır. Bəlalar insanın gizli imanını üzə çıxarır və cəmiyyəti sirkələyir. Bunu demək istəyir ki, bəla fərdi tərbiyə, bəla ictimai ayıtma. Əsas nəticəmiz bu olur ki, bəla Allahın bizə tərk etməsi deyil, Allahın bizi oyatmasıdır. Əsas sual bu olur. Bu sualı özümüzə verək. Görək ki, bu sualın cavabında biz nə cavab özümüzü necə görürük? Bəladan sonra biz dəyişmişikmi, yoxsa eyni qalmışıq? Bu sualı özümüzə verək. Əgər bizə bir bəla nazil olanda, o bəladan sonra biz dəyişdik, yoxsa elə eyni? Bunu gələk düşünək. Bu sualı özümüzə verək. Allahumma ec'al bela'ana sullemen ila qurbika ve la tec'alhu hicaban beynena ve beyneka. Allahumma salli ala Muhammedin ve ali Muhammed. İlahi, bəlalarımızı sənə yaxınlaşmaq pilləsi et. Pərdə etmə ilahi. Muhammed və onun əhl-i beytinə salavat kimi.